Zob xəstəlikləri də çoxalıb, gəncləşib, uşaqlarda xüsusilə rast gəlir. Orada da təbii sularla müalicə çox gözəl effekt verir. Qurbağa ilə müalicə möhtəşəmdir, çox gözəl effekt verir. Təbii ki, zob xəstəliklərində mütləq insanlar bəzən bilmirlər. Yod çoxluğu ola-ola, deyir, mən dəniz kənarına gedirəm ki, yodlu hava udum, feyxua yeyirəm, karalyok yeyirəm ki, yodlu qidalar qəbul edirəm, olmaz. Yod azlığında olar, o dedikləriniz xeyridir. Ona görə də mütləq onu həkim məsləhətindən olmalı. Həkim, məndə necədir? O yod azlığını, çoxluğunu da yoxlamaq üçün qarın nahiyənizdə spişkanın ucunu yoda batırır, qarnınıza çəkirsiniz, kletka, səhər baxırsınız. Əgər yod olduğu kimi durursa, yodunuz çoxdur. Tam gedirsə, yod yoxdur, qəbul edin yodlu qida. Yox, orta səviyyədə durursa, demək ortadır.